Dağın ətəyində 720 metr hündürlükdə temperatur 25,2 Selsi, zirvədə -2,4 Selsi olarsa, dağın mütləq və nisbi hündürlüyünü müvafiq olaraq müəyyən edin. Dağın ətəyi 720 metr hündürlükdədir və burada temperatur 25,2 Selsidir. Zirvədə isə temperatur -2,4 Selsi təşkil edir. Dağın mütləq və nisbi hündürlüyünü istəyir. Biz bilirik ki, mütləq hündürlük dəniz səviyyəsindən hesablanır. Nisbi hündürlük isə dağın zirvəsi ilə ətəyi arasındakı hündürlük fərqinə deyilir. Biz ilk öncə temperatur fərqini tapmalıyıq. Dağın ətəyində temperatur 25,2 dərəcədir, zirvədə isə -2,4 dərəcədir. Bunları bir-birindən çıxırıq. Bu eləyir 27,6 dərəcə. Deməli, dağın ətəyi və zirvəsi arasındakı temperatur fərqi 27,6 dərəcədir. İndi isə biz temperatur fərqinə əsasən hündürlük fərqini tapa bilərik ki, hündürlük fərqi də bizə nisbi hündürlüyü vermiş olacaq. Biz bilirik ki, yüksəkliyə doğru hər 100 metr qalxdıqca havanın temperaturu 0,6 Selsi aşağı düşür. Yüksəkliyə doğru x metr qalxmalıyıq ki, havanın temperaturu 27,6 dərəcə aşağı düşsün. Biz buradan tənasibi həll edirik. Bərabərdir 2760. X da bərabərdir 2760-ı bölürük 0,6-ya. Bu da bərabərdir 4600 metr. Deməli, nisbi hündürlük 4600 metr təşkil edəcək. Yəni hündürlük fərqi ətək və zirvə arasında. İndi isə mütləq hündürlüyü tapaq. Dağın ətəyi 720 metr hündürlükdə idi. Ətək və zirvə arası hündürlük fərqi isə 4600 metr təşkil etdi. Biz mütləq hündürlüyü tapmalıyıqsa, biz zirvənin mütləq hündürlüyünü tapmış olacağıq və həmin o mütləq hündürlük də dəniz səviyyəsindən hesablanmış olacaq. Buradakı bu 720 metr ətəyin mütləq hündürlüyüdür və dəniz səviyyəsindən hesablanıb. İndi isə biz 720-nin üzərinə 4600 gələcəyik və zirvədəki hündürlüyü tapmış olacağıq. 4600 üstə gəlsin 720. Bu da 5320 metrə bərabərdir. Deməli, müvafiq olaraq mütləq hündürlük 5320, nisbi hündürlük isə 4600 metr. Doğru cavab C bəndi.